Sayılar test 1, misal 8. Gördüyünüz kimi bizə 4 2 rəqəmli ədədin cəmi verilmişdir və bu cəm 330 ədədinə bərabərdir. 2 rəqəmli ədədlər isə A və B hərfləri ilə göstərilmişdir. Yəni hər bir ədədimizin rəqəmləri A və B hərfləri ilə işarə olunub. Bizdən isə A və B-nin cəmi soruşulur. Bu tipli misalların həllində xüsusi ayrılışdan istifadə olunur. Tutaq ki, ABC 3 rəqəmli ədəddir, onda bu 3 rəqəmli ədədi ABC bərabərdir 100A plus 10B plus 1C şəklində göstərə bilərik. Misal üzərində aydınlaşdıraq, tutaq ki, 752 ədədi verilmişdir. Bu ədədi 7 vurulsun 100 plus 10 vurulsun 5 plus 1 vurulsun 2 şəklində yaza bilərik. İstənilən 2 rəqəmli, 3 rəqəmli, 4 rəqəmli və s. bütün ədədlər üçün bu ayrılış düzgündür. Göstərdiyimiz bu ayrılışı misalımıza tətbiq etsək, birinci ədəd 10A plus A, ikinci ədəd 10A plus B, 10B plus A və 10B plus B şəklində alarıq. Bu cəm 330-a bərabərdir. Sadələşdirmə aparsaq, 22A plus 22B bərabərdir 330. 22-ni mötərizə xaricinə çıxarsaq, A plus B-nin 15-ə bərabər olduğunu alarıq. Beləliklə, cavab B bəndi. Sayılar test 1, misal 9. Burada 3 2 rəqəmli ədədin cəmi verilmişdir və ədədin rəqəmləri müxtəlif hərflərlə işarə olunmuşdur. İstifadə olunan bu hərflərdən əmələ gəlmiş ABC 3 rəqəmli ədədinin maksimum qiyməti bizdən soruşulur. Rəqəmlər üzrə ayrılışdan istifadə etsək, 10A plus B, 10B plus C, 10C plus A şəklində yaza bilərik və bərabərdir 165. Sadələşdirmə aparsaq, 11A plus 11B plus 11C bərabərdir 165 alarıq. Buradan 11 mötərizə xaricinə çıxarsaq, 11A plus B plus C bərabərdir 165 və A plus B plus C bərabərdir 15 nəticəsinə gələrik. Daha sonra isə ABC rəqəmlərindən ibarət ABC ədədinin maksimum qiymətini tapmaq lazımdır. Beləliklə, ABC sıfırdan fərqli və bir-birlərindən fərqli olan rəqəmlərdir. ABC ədədinin ən böyük qiymət alması üçün yüzlük mərtəbəsindəki rəqəmin ən böyük olması zəruri şərtdir. Bunun üçün A 9 qiymətini almalıdır. Yüzlük mərtəbəsindən sonra gələn onluq mərtəbəsi B hərfi ilə işarə olunur və B ədədindən mümkün olan ən böyük qiyməti almalıdır. Amma nəzərə almalıyıq ki, ABC ədədləri sıfırdan fərqlidir və bu 3 ədədin cəmi 15-ə bərabərdir. Buna görə də C mümkün olan minimum qiyməti alsa, B də mümkün olan maksimum qiyməti alacaq. C-nin mümkün olan minimum qiyməti sıfıra ala bilməyəcəyinə görə 1-dir. Buradan isə 9 plus 1, 10, 15 minus 10 bərabərdir 5 alarıq. Beləliklə, B üçün 5 qiymətini alarıq və bu 951 ədədi olacaq. Cavab D. Sayılar test 1, misal 13. KL plus LM plus LM bərabərdir KLM. Yəni, 3 2 rəqəmli ədədin cəmi bərabərdir hər hansı 3 rəqəmli ədəd və K plus L plus M-in cəmini tapmaq bizdən tələb olunur. Bu tipli misalların həllində xüsusi bir qaydadan istifadə olunur. Belə ki, əgər bizə ABC ədədlərinin cəmi verilmişdirsə və nəticənin təşlik mərtəbəsində C ədədi varsa, bu o deməkdir ki, A və B ədədlərinin cəmi ona bərabərdir. Yəni, A plus B bərabərdir 10 plus C 1 yadda və C aşağı düşəcək. Misal üzərində bunu göstərək. Tutaq ki, 6, 4 və 7 ədədlərinin cəmi bizdən soruşulur. Aydın məsələdir ki, 6 plus 4 10 plus 7 17 olacaq. Gördüyünüz kimi 7 həm toplananlardan biridir və həm nəticənin təşlik mərtəbəsində yerləşir. Eyni qaydanı misalımıza tətbiq edək. M həm toplananlardan birinin təşlik mərtəbəsində, həm də nəticədə təşlik mərtəbədə olduğuna görə L plus M-in cəmi ona bərabər olacaq. Onun üzərinə M-i gəldiyimizdə isə ondan böyük hər hansı bir ədəd alındığına görə təşlik mərtəbəsindən bir onluq mərtəbəsinə keçmiş olacaq. Eyni qayda ilə onluq mərtəbəyə baxsaq, burada da L həm onluq mərtəbəsində, həm də nəticənin onluq mərtəbəsində var. Yenə də deyə bilərik ki, onluq mərtəbəsindən 1 yüzlük mərtəbəsinə keçəcək. Eyni qayda ilə L plus K bərabərdir 10
və təklik mərtəbədən bir vahid keçdiyinə görə minus 1 yazırıq. Onluq mərtəbəsindən bir vahid yüzlük mərtəbəsinə keçir. Buradan alarıq ki, k bərabərdir 1. Əvvəlki ifadədə yerinə qoysaq, 1 plus l bərabərdir 9, l bərabərdir 8 qiymətini alarıq. L-in 8 qiymətini l plus m bərabərdir 10 da yerinə qoysaq, beləliklə 8 plus m bərabərdir 10, m bərabərdir 2 qiymətini alarıq. Buradan k plus l plus m üçün k-nın qiyməti 1, l-in qiyməti 8, m-in qiyməti 2 olduğuna görə cavab 11. B bəndi. Sayılar, test 2, misal 7. Gördüyünüz kimi bizə alt-alta bölmə verilmişdir. 345 ədədi 2 rəqəmli hər hansı bir ədədə bölünüb, qismət 13, qalıqda isə 7 alınır. Bizdən x plus y-in cəmi soruşulur. Qalıqla bölmənin qaydasına əsasən 345 bərabərdir 13 vurulsun xy plus 7 yaza bilərik. Buradan 13xy bərabərdir 345 minus 7 və 13xy bərabərdir 338. xy bərabərdir 338 bölünsün 13. xy bərabərdir 26 alarıq. Beləliklə x üçün 2, y üçün 6 qiymətlərini aldığımıza görə x plus y bərabərdir 2 plus 6 bərabərdir 8. Cavab E bəndi. Sayılar, test 2, misal 14. Bu misalda 2 alt-alta bölmə, onların nəticəsi və qalıq verilmişdir. 3-cü bölmənin qalığı bizdən soruşulur. Yəni A ədədi B ədədinə bölünüb, qismət 2 qalıq 1, B ədədi C ədədinə bölünüb, qismət 3 qalıq 1 alınır. A ədədinin 6-ya bölünməsindən alınan qalığı tapmaq tələb olunur. Birinci ifadədə A üçün əvəzləmə aparsaq, A bərabərdir 2 vurulsun B plus 1. İkinci ifadədən B üçün əvəzləmə aparsaq, B bərabərdir 3C plus 1 alarıq. B-nin qiymətini A üçün aldığımız birinci ifadədə yerinə yazsaq, A bərabərdir 2 vurulsun B-nin qiyməti 3C plus 1 buradan 6C plus 3 nəticəsini alarıq. Aldığımız bu nəticəni soruşulan ifadədə A-nın yerinə yazaq. Beləliklə 6C plus 3 bölünsün 6, 6C 6-ya bölünərkən C vurulsun 6 bərabərdir 6C. Buradan 6 çıxmaya görə 0 və 3-ü aşağı düşürərik. 3 6-dan kiçik olduğuna görə qalığımız 3 olacaq. Cavab A bəndi. Sayılar, test 3, misal 2. K çıxılsın L bərabərdir 3, L plus 4 bərabərdir M, M minus 5 bərabərdir N verilib və K minus N-in fərqi bizdən soruşulur. Sonuncu misaldan M üçün N plus 5 ifadəsini yaza bilərik. N plus 5-i ikinci ifadədə yerinə yazsaq, L bərabərdir M minus 4 bərabərdir M-in qiyməti N plus 5 minus 4. Beləliklə L bərabərdir N plus 1 alarıq. Üçüncü ifadədə L-in yerinə N plus 1 qiymətini yazsaq, K bərabərdir buradan N plus 3, L-in əvəzinə N plus 1 yazırıq, plus 3 bərabərdir N plus 4 alarıq. Beləliklə L və K üçün ifadələr aldıq. Axtarılana baxaq ki, K minus N bərabərdir suala. Bunu açıq şəkildə yazaq. K minus N bərabərdir K-nın yerinə N plus 4 qiymətini qoyaq, minus N. Aydın məsələdir ki, N-lər islah edər. K minus N üçün 4 cavabını almış olarıq. Cavab C. Sayılar, test 3, misal 8. KK minus LL bərabərdir MM bizə verilib. KK plus LL plus MM bərabərdir 198 və K ədədinin neçəyə bərabər olduğu bizdən soruşulur. İkinci ifadəni açıq şəkildə KK plus LL plus MM bərabərdir 198 şəklində yaza bilərik. Birinci ifadədən M bərabərdir KK minus LL və buradan M-in qiyməti KK minus LL-i digər ifadədə yerinə yazsaq, KK plus LL plus M-in yerinə KK minus LL bərabərdir 198. Aydındır ki, LL bir-birləri ilə islah gedər. Biri müsbət işarə ilə, biri mənfi işarə ilə olduğuna görə və buradan 2KK bərabərdir 198. KK bərabərdir 9 olduğuna görə K bərabərdir 9 qiymətini alarıq. Beləliklə cavab Y. Sayılar, test 6, misal 1. KLM
3 rəqəmli ədədi ilə 319 ədədinin hasili verilmişdir və bizdən KLM ədədinin neçəyə bərabər olduğunu tapmaq tələb olunur. Alt-alta vurmanın qaydasına görə birinci sıradakı nöqtələrin yerində KLM vurulsun 9, ikinci sıradakı nöqtələrin yerində KLM vurulsun 1, üçüncü sırada isə KLM vurulsun 3 olmalıdır. Birinci və ikinci sıra haqqında heç bir məlumat yoxdur, lakin üçüncü sıra 1554-ə bərabərdir. Yəni KLM vurulsun 3 bərabərdir 1554. Buradan KLM üçün 1554 bölünsün 3 bərabərdir 518 ədədini alarıq. Beləliklə cavab D. Sayılar test 7, misal 14. Gördüyünüz kimi 2 rəqəmli ədədlə 1 rəqəmli ədədin hasili və eyni 2 rəqəmli ədədlə digər 1 rəqəmli ədədin hasili bizə verilmişdir. Birinci hasil 192, ikinci hasil 448-ə bərabərdir. 2 rəqəmli və 1 rəqəmli ədədin rəqəmləri isə müxtəlif simvollarla üçbucaq, dairə, ulduzla işarə olunmuşdur. Bizdən soruşulan isə 2 rəqəmli ədədlərin hasilidir. Hansı ki bu 2 rəqəmli ədədlər bizə əvvəlcədən verilən hasillərdə rəqəmlərin yerində olan simvollarla qeyd olunub. Alt-alta vurmanın qaydasına əsasən 2 rəqəmli ədədi 2 rəqəmli ədədə vurarkən birinci sırada 4 bucaq vurulsun 3 bucaq dairə, bunu hər hansı bir x, y, z ədədi ilə işarə edək. İkinci sırada isə ulduz vurulsun 3 bucaq dairənin nəticəsi yazılır. Bunu isə hər hansı ABC ədədi ilə işarə edək. Hasilin ümumi nəticəsi isə x, y, z və ABC-nin cəminə bərabər olacaq. Beləliklə x, y, z üçün 3 bucaq dairə vurulsun kvadrat yaza bilərik. 3 bucaq dairə vurulsun kvadrat gördüyümüz kimi 448 ədədinə bərabərdir. 448-i qeyd edirik. Digər tərəfdən ABC ədədi bərabər olacaq 3 bucaq dairə vurulsun ulduz. 3 bucaq dairə vurulsun ulduz 192-yə bərabər olduğuna görə deməli ABC ədədimiz də 192-yə bərabər olacaq. Ümumi hasilin nəticəsi isə 448 plus 192 2368. Deməli cavab D variantı.